Ermənistan və İranın xüsusi təyinatlı qüvvələri birgə hərbi təlimlərə başlayıb. Həm də çox diqqət çəkən bir ssenari üzərindən. Deyirlər ki, dövlət sərhədinə edilən terrorçu hücumlarının qarşısının alınması üçün əl-ələ veriblər. Və nə hikmətsə Ermənistanın neçə gündür Azərbaycanla sərhəddə canfəşanlıq etdiyi bu vaxtlarda. Ümumilikdə məsələyə İranla Ermənistanın təməl münasibətləri prizmasından baxsaq, bunun da arxasında siyasi bir mesajın olduğu qaçılmazdı. Ekspertlər arasında məsələni hazırki İran-Amerika Birləşmiş Ştatları münasibətləri ilə əlaqələndirənlər də var. Bugünlerde belki İran'ın Ermeni lobisine daha çok fazla ihtiyacı olabilir. Özellikle Amerika kamuoyu için, Amerika özellikle demokratlar bölümünde, çünkü sonuçta itibariyle Başkan Trump her ne kadar cumhuriyetçi kitlesinden geldiyse ama şu anda Başkan Trump tek ordu olarak, yani tek kişilik bir ordu olarak zaten yürütmeye çalışıyor ve yakın zamanlarda belki demokratların bir duvarını çarpabilir. Yani İran bu yüzden Ermenistan'la ilişkisine özellikle Ermeni lobisi için belki sıkı tutabilir ki belki bu belli bir zamanlarda bu güçten faydalanabilir. Ehtimallardan biri bu olsa da unutmaq olmaz ki, indi regionda real hərbi güc balansı Azərbaycanın xeyrinə dəyişib və bu vəziyyətin çoxlarını narahat etdiyi aydın məsələdir. Hər iki ölkənin belə təlimlər keçirməyə hüququ var. Amma indiki mürəkkəb şəraitdə bu İran üçün həssas məsələdir. Ermənistan özü də siyasi və iqtisadi baxımdan çətin durumdadır. İran isə siyasətində balansı qorumalıdır. Sərhəd bölgələrində atəşkəsin tez-tez pozulduğunu, gərginliyin davam etdiyini nəzərə alsaq, İran bu proseslərdə mühüm rol oynaya bilər. Çünki onun həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri yaxşıdır. Bəlkə də Ermənistanla daha da yaxın sayıla bilər. Azərbaycanla İran arasında bəzi açıq qalan məsələlər var. Məsələn, Tehrandakı səfirliyimizdə terror törədənin hələ də cəzasını almaması kimi. Biz özümüzün Azərbaycanın İrana göstərdiyi münasibəti İrandan da Azərbaycana qarşı gözləyirik. Amma fakt isə ondan ibarətdir ki, İran Cənubi Qafqazda seçimini Ermənistanın lehinə edibdir. Ona görə də biz buna təəccüblənməməliyik. Mənə elə gəlir ki, çünki 44 günlük müharibədə də İran Ermənistanı dəstəklədi. Ondan əvvəlki işğal dövründə də İran Ermənistanı dəstəklədi. Bugün də Ermənistanın silahlanmasına coğrafi baxımından qara yolu vasitəsilə, kommunikasiya vasitəsilə İran dəstək verir. Və üstəlik də təlimlər həyata keçirir, birgə təlimlər və ən əsası da odur ki, Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış edir İran. Ekspertlər İran prezidentinin Azərbaycana səfərinin planlaşdırılması fonunda qeyd edirlər ki, iki ölkə arasında yeni səhifə açıla bilər. Lakin indiki şərait heç də birmənalı deyil.